Biz çox zaman keçmişə yüklənirik, keçmişə köklənirik, keçmişdə etmədiyimiz seçimlərə görə heyfslənirik ki, əslində o seçimi eləsəydim daha yaxşı olardı, amma bunu bilə bilməzdik, yaşamasaydıq, görməsəydik, keçmişdə o seçə bilmədiyimiz seçimimizi də bilə bilməzdik ki, necə olardı. Buna görə də artıq keçmişi günahlandırmaq yerinə keçmişi qəbul edib və keçmişə təşəkkür edib gələcəyə baxmaq lazımdır. Əslində sənə ən pis acıları yaşadan keçmiş belə dəyərlidir, qiymətlidir. Çünki orada dərslər var. Bugün sənin böyümən üçün, bugünkü sən olmağın üçün və sənin inkişafın üçün çox böyük, mühüm rolları vardır o keçmişin. Sənin bəyənmədiyin, sənin örtbasdır etməyə çalışdığın o keçmişin bax böyük dərsləri var, böyük işləri var. Buna görə də keçmişdə olan hər şeyi qəbul edirik. Keçmişdə olan hər kəsə, hansı ki bizə çox pis təcrübələr yaşatdılar, acılar yaşatdılar. Onların da hər birini qəbul edirik, hər birinə təşəkkür edirik, hər birini bağışlayırıq ki, bugünkü həyatımız daha pozitiv olur və daha məhsuldar olur.